Qarabağ Newcastle oyun öncəsi son sınağından üzü ağ çıxmağı bacardı. Bu, atlılara heç də asan başa gəlmədi. Cəmi bir neçə gün əvvəl Anfield Roadda oynamış, bir neçə gün sonra Newcastle qonaq edəcək Ağdam klubu bu dəfə palçıq meydanda futbol oynamağa məhkum idi. Buna meydan demək olarsa, Medinası, Duranı, Zubiri, Montieli və digər futbolçular bilmirdi sağlamlığını düşünsün, yoxsa qol vurub qələbə qazanmağı. Vəziyyət o qədər ağır idi ki, Qurban Qurbanov da dilə gəldi. Hətta üsyan etdi. Stad. Belə meydançada futbol oynamağa necə icazə verilə bilər? Başa düşmürəm. Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə 2 oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq Qarabağı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdır, nə də başqası. Belə olmaz. Dərindən düşünsək, hər şeyin çıxış yolu var. Belə meydançada Newcastle oyuna necə hazırlaşım? Gərək 3-4 gün futbolçuları bərpa edək. Oyuncular 2 qat yükləndilər. Belə meydança müzakirə olunması mövzudur. Burada təkcə biz oynamırıq. Məncə bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desən var idi. Məncə meydança ilə bağlı əlavə şərhə ehtiyac yoxdur. Qarabağın sıx qrafikdə oynamağa alışmasını, rəqibin Liverpool olmasından asılı olmayaraq qələbə qazanmasını istəyənlər bir də bu cür xırda problemlərlə məşğul olsa yaxşı olar. Gələk oyuna. Dərd gələndə batmanla gəlir. Yararsız meydançanın yaratdığı ciddi problem azmış kimi bir də Kadi Borges qırmızı vərəqə almaqla komandasını azlıqda qoydu. Hər şey Qarabağın xal itkisinə doğru gedirdi. Belə məqamda ikinci hissədə meydana çıxan Musa Qurbanlı kollektivin dadına çatdı. 79-cu dəqiqədə vurduğu qolla gəmini batmağa qoymadı. İmişli barədə də danışmasaq olmaz. Kaşqilyanın yetirmələri xoş sözlərə layiq mübarizə apardı. Son çempionla görüşdə özünü debutant kimi göstərmədi. Hətta bir qədər şansı gətirsə, qarşılaşmadan xal və ya xallarla ayrıla bilərdi. Baş hakim Cavid Cəlilovun qərarları isə müzakirələrə açıqdır. Məsələn, Kadi Borgesə niyə qırmızı vərəqə göstərildi və ya Almeida niyə meydandan qovuldu. Amma normal çəkiliş olmadı ki, təkrarlara baxıb fikir bildirəsən. Azarkeşlər isə möhtəşəm idi. 7000 nəfərlik Quba Olimpiya kompleksinin tribunalarına ən azı 4-5 min tamaşaçı cəm olmuşdu. İmişli mövsümün əvvəlindən burada ev oyunlarını keçirir. Amma ilk dəfə bu cür anışlaq yaşanırdı. Təbii ki, bu da birmənalı olaraq Qarabağın adı ilə bağlı idi. Artıq Ağdam klubunun səfər oyunlarında azarkeş izdihamı görməyə alışmışıq.